Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah ve ba'd. Allah subhanahu ve teala Aliman suresinin 185. ayetinde buyuruyor ki Kullu nefsin dâikatul mevt. Her bir nefs ölümü tadacak. Ve innemâ tuvaffavne ucurakum yevmel kıyâmeh. Femen zuhziha anin nâri ve udkhilel cennete fakat fâz. Ve mel hayâtud dünya illa meta'l gurur. Allah Teala buyuruyor ki her bir kəs ölümü tadacak. Ve sizin əcəlləriniz heç bir əksiklik olmadan sizə qovuşacaq. Kim oddan uzaqlaşıb cənnətə qovuşdularsa, elə budur əsl qazanc. Dünya həyatı isə aldanışdan, aldadıcı ləzzətdən başqa bir şey deyil. Bizim dünyadayken gələcəyimiz son mənzil bax budur. Dünyadayken bizim son yerimiz bax budur. Ona görə fikir verin, bu insanlar da vaxtıyla bizim kimi əyləniblər, gəziblər, yaşayıblar. Onların da mənzilləri olub, evləri olub, ailələri olub. Kimisi varlı olub, kimisi kasıb olub. Və bax buna baxmayaraq, onların gəldikləri mənzil, gəldikləri yer bax budur. Ona görə də insan nə etməlidir? İnsan bunu fikirləşməlidir. Hər daim öz əməllərində, öz həyatında. Bu yeganə reallıqdır ki, dəyişməyən bir şeydir. Nə olursan ol. Varlı olsan da, kasıb olsan da, cavan olsan da, qoca olsan da, güclü olsan da, zəif olsan da. Baxın bunların arasında, Allah Teala bunlara rəhmət eləsin. Bunların arasında elə insanlar var idi ki, zamanında onlar nə edirdilər? Onlar varlı şəxslər idilər. Lakin onların o varları, dövlətləri bu aqibətdən onları xilas edə bilmədi. Ölümdən onları xilas edə bilmədi. Və sən də ey adam oğlu, ey müsəlman, sən də öləcəksən. Sənin də gələcəyin yer torpağına atılacaq, ta ki qiyamət gününə qədər. Ona görə hər dəfə əməllərində bu yeri fikirləş. Hər dəfə əməllərində əməl etməmişdən qabaq öləcəyini fikirləş. Fikirləş ki, sən də bunların arasında olacaqsan. Sənin də üzərinə belə bir torpaq atılacaq. Səni də ziyarət edib, sənə adınla yox, o ziyarət edildikdə qəbir əhli olaraq, qəbirsanlıq əhli olaraq müraciət olunacaq və sənə də salam veriləcək. Baxın bunlar, hal-hazırda biz yer üzərindəyik. Allah Taala'nın bizə verdiyi həyatı yaşayırıq, fürsəti yaşayırıq. Kimisi bunu dəyərləndirir, kimisi isə hələ də qəflətdədir. Hələ də qəflətdə və günahlar içərisindədir. Ona görə baxın, bunlardan hər birini bir dəfə olsun həyata qayıtmaq imkanları olsaydı nə istəyərdilər Allahdan? Fikirləşin. 2 rükət namaz qılmaq, Allaha ibadət etmək. Lakin onlar qayıda bilməzlər. Onlar Allahın onlara vədinin haqq olduğunu daddılar. Kimisi buna iman gətirərək həqiqəti gördü. Kimisi iman gətirmədi, inanmadı, xurafat sandı qəbir həyatına, öləcəyini tədarük görmədən. Lakin hər iki halda da onlar artıq haqqı tapdılar. Ona görə hər dəfə qəbirstanlığı ziyarət edəndə fikirləş, ölümü xatırla. Hər əməllərindən əvvəl ölümü xatırla. Fikirləş ki, sən də öləcəksən. Və nəinki bunlara heç bir şey dünyada ikən, heç bir əməlləri, heç bir var dövlətləri, oğlatları, uşaqları heç bir şey fayda vermədi. Verməyəcək. Baxın bu qəbrin sahiblərinə, bunlara yeganə indi fayda verəcək şey nədir onların qəbirlərində? Baxın əməlləri ilə baş-başa qalıblar. Kimisi Allah Taala'nın ona bəxş etdiyi nemətlərini ruzilənir, kimisi isə günahlarının qarşılığını görür. Allahdan diləyirəm ki, Allah Taala bizi bu həqiqətlə yaşayan qullarından etsin və hər daim nəsib etsin ki, bizə bu ölümü gözümüzün qabağında olan qullardan etsin. Hər əməlimizdə qardaşlar, bu həqiqəti biz gözdən qaçırmamalıyıq. Dünyanın aldadıcı ləzzətləri bizə bu həqiqəti, qorxulu olsa belə, bu həqiqəti unutturmamalıdır. Allahdan diləyirəm ki, Allah Taala bizə husnul xatimə versin və o günün şiddətindən, dəhşətindən, ölümün dəhşətindən qorusun və qəbirdə olarkən, əməllərimizlə baş-başa qalarkən, o pis əməllərimizin bizi narahat etməsindən, əzaba düçar etməsindən qorusun. Allah Taala bizi qəbirdə olarkən salih əməllərimizlə baş-başa qalıb Allahdan ruzilənən qullarından etsin. Allahumma amin. Esselamu aleyküm və rahmetullah.